34-cü il dönümünə həsr olunmuş Müstəqilliyimiz əbədidir adlı bayram tədbirində hər birinizi xoş gördük. il əvvəl 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edərək bütün dünyaya Azərbaycanın demokratik və dünyəvi dövlət olduğunu bəyan edir. 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etdi. Heydər Əliyev ölkədəki hərcmərcliyi, iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini qurdu. Və bununla da Azərbaycan əbədi müstəqilliyini qazandı. İndi isə əbədi müstəqilliyimizə həsr olunmuş tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq edirik. Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə Müstəqillik Günü haqqında yeni qanunu təsdiqlədi. Qanuna əsasən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası günü elan edildi. Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqların azad edilməsi, ərazi bütövlüyünün bərpası idi. 2020-ci ildə 44 günlük vətən müharibəsində Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı şanlı qələbə nəticəsində işğala son qoyuldu. 2023-cü il sentyabrın 19-20-sində keçirilən lokal antiterror tədbirləri zamanı isə Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan hərbiçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdi. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik və dövlətin konstitusiya quruluşu tam bərqərardır. Məhz torpaqlarımızın azad olunmasından sonra Azərbaycan öz müstəqilliyini tam şəkildə əbədi olaraq bərpa etdi. Və bu heç də asan olmadı. Torpaq əgər uğrunda ölən varsa vətəndir. Eynilə bu deyimdəki kimi torpağımızı bütöv bir vətənə çevirmək üçün uğrunda minlərlə yiğitlərimiz canlarını fəda etdi. Azərbaycanımızın azadlığı, suverenliyi uğrunda canlarını fəda edənlər heç bir zaman unudulmayacaq. Gəlin onların xatirəsini bir dəqiqə sükutla yad edək.
Allah rəhmət eləsin. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. Müstəqillik bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu bitirmək təhlükəsi ilə üzləşdi. Məhz ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı. Qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsipləri əsas götürülməyə başladı. Nəticədə ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir deyən Ulu Öndər Azərbaycan müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi. Elə həmin gündən də 18 oktyabr Azərbaycanın müstəqilliyinin bərpası günü kimi tarixə hiss salaraq ölkəmizdə bayram günü kimi qeyd olunur. Dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli devlet bayrağı var. Milli himni var. Milli derbi var. Azerbaycan dünya kültürlerine layık yer tuttu. Müstəqil Azerbaycan devletinin əsas üstünde yaşadı. Azerbaycanlı. Her bir Azerbaycanlı öz milli mensubiyyətine göre gurur hissi geçirmeli. Azerbaycançılığı, Azerbaycan'ın dilini, Azerbaycan'ın medeniyetini, Azerbaycan'ın milli menavi değerlerini, adet anılarını biz yaşatmalıyız. Emin olabilirsiniz ki Azerbaycan bir müstakil devlet gibi öz ayaklar üzerinde möhkemdir. Bu devirde biz Azerbaycan'ın müstakilliğini inkişaf ettiği için ben beyan ederim ki Azerbaycan'ın müstakilliği ebedidir, dönmezdir, daimidir. Biz hamımız çalışmalıyız ki bundan sonra da ülkemizi güçlendirelim. Bugün de Azerbaycan güçlü devlet, daha güçlü devlet kurmalıyız. Daha güçlü Azerbaycan kurmalıyız. Yolumuz müstakillik yolu. Bu yoldan hiçbir kadar kuvvet bizi döndürebilmez. Bu yol Azerbaycan halkının seçimidir. Biz müstakil ülkeyiz. Biz büyük halkız. Ancak büyük halk bu kadar nəticələr əldə edebilir. Ancak müstakillik şəraitində Azerbaycan bu kadar uğurlar əldə edebilir. Bizim talihimiz önemlidir. Biz müstakil ülkeyiz. Güçlü ülkeyiz. Tuttuğumuz yolla gedirik ve eminəm ki Azerbaycan'ı xoşbaxt geleceğine getireceğiz. Eşk olsun Azerbaycan halkına, yaşasın Azerbaycan! Hörmətli tədbir iştirakçıları, bugünkü bayram tədbirimizdə siz Odlar Yurdu Universitetinə və Odlar Yurdu Kollecinə yeni qəbul olunmuş istedadlı tələbələrin bu səhnədə ilk addımlarını izləyəcəksiniz. Belə ki, hər il olduğu kimi bu ildə təhsil ilinin əvvəlində universitetə və kollecə yeni qəbul olunmuş istedadlı tələbələr arasında 10 nominasiya üzrə müsabiqələr keçirilmişdir ki, bugünkü tədbirimizdə həmin müsabiqənin qalibləri həm çıxış edəcəklər, həm də fərqli fərmanlar təltif ediləcəklər. Və biz çox sevinirik ki, bizim bu gözəl səhnədə ilk çıxışımız həm Respublikamızın müstəqilliyinin bərpası gününə, həm də universitetimizin 30 illik yubileyi ərəfəsinə təsadüf edir. Əziz həmvətənlər, hər birinizi bu əlamətlər bayramlar münasibəti ilə təbrik edir, bayramlarınız mübarək olsun deyir. Və bizim bu bayram təbrikimizə universitetimizin və kollecimizin birinci kurslarından ibarət olan rəqs ansamblı da qoşulur. Bu diyara çıxış edir birinci kurslardan ibarət Odlar Yurdu rəqs ansamblı.
İndi isə açılış nitqi üçün və həmçinin bayram təbriki üçün söz verilir Tədris İşləri üzrə prorektor Dosent Qabil Qatarova. Buyurun Qabil. Hörmətli professor müəllim heyəti, əziz tələbələr, mən ilk öncə Onlar Universitetinin rektoru professor Əhməd müəllim Vəliyevin adından və İdarəetmə Şurasının sədri professor Samir müəllim Vəliyevin adından sizin hamınızı salamlayıram və 18 oktyabr müstəqilliyimizin bərpası günü münasibətilə hamınızı təbrik edirəm. Məndən öncə aparıcı tələbə həmkarlarımızın hazırladığı ilk giriş nitqində və eyni zamanda hazırlanan videorolikdə kifayət qədər məlumatlandırıcı belə deyim, mesajlar verildi və hesab edirəm ki, məndən sonra da çıxış edəcək şəxslər daha geniş məlumat verə biləcəklər. Mən biraz bu məsələyə şəxsi yanaşma eləmək istəyirəm. Söhbət nədir? Yəni 18 oktyabr biz hamımız müstəqillik günü kimi qeyd edirdik, amma biraz öncə də tələbə dostlarımız qeyd elədi, Cənab Prezidentin müvafiq sərəncamı olduğundan bağlı ki, 18 oktyabr müstəqillik günü yox, müstəqilliyin bərpası günü olsun. Niyə bunu belə elədilər? Bunun bir səbəbi var. Çünki bir xalq, bir millət bir dəfə müstəqilliyi əldə edir və o müstəqilliyi də biz 28 mayda, 1918-ci ildə, may ayının 28-də biz o müstəqilliyi əldə etmişik. Və bunun həm bir tarixi əhəmiyyəti var, həm də bir siyasi əhəmiyyəti var ki, bu tarix dəyişdirildi. Çünki bizim əzəli torpaqlarımız var, Qərbi Azərbaycanda olan əzəli torpaqlarımız var və hal-hazırda Ermənistan adlandırılan ərazinin böyük bir hissəsi Azərbaycan torpaqlarıdır və bilirsiniz ki, ölkə müstəqillik əldə etdikdən sonraki dövrcü torpaqları onun üçün belə deyim, əsas sayılır və əslində bu Cənab Prezident böyük bir tarixi addım atmış oldu. Belə ki, 18 oktyabr müstəqilliyin bərpası günü və 28 may Respublika gününü müstəqillik günü elan etməklə biz artıq bir hüquqi əsas əldə etmiş olduq ki, biz 28 may 18-ci ildə müstəqillik əldə edəndə bizim ərazilərimiz nə qədər etsə də həmin ərazilərin faktiki olaraq BMT tərəfindən qəbul olunmasına dair belə deyək, ilk addım atmış olduq. Bu çox əhəmiyyətli və tarixi bir addımdır və bugün başda Cənab Prezident olmaqla, Ali Baş Komandan olmaqla Azərbaycan ordusu, Azərbaycan silahlı qüvvələri bütün demək olar ki, müstəqillik, yəni 18 oktyabrdan sonra itirilən bütün torpaqları geri qaytardıq və Azərbaycan tarixində olmadığı qədər güclü və tam bütöv halda belə deyim, öz suverenliyini bərpa etdi və ona görə də Konstitusiya ili məhz bu belə deyim də Konstitusiya ilinin elan olunması da məhz bununla bağlıdır ki, Azərbaycan ilk dəfə olaraq suverenliyini tam öz ərazisində bərqərar etmiş oldu. Və təbii ki, bu asan başa gəlmədi. Hələ 1994-cü ildə Cümhurbaşqanı lider Heydər Əliyev əsrin kontraktı imzalayanda və hər təməl qoymada, belə deyək ki, hər lapatkada bir qum tökdükcə bu günün təməlini qoyurdu. Və o vaxt əsrin kontraktının və Azərbaycan iqtisadiyyatının güclənməsi naminə atılan addımların nəticəsi idi ki, bugün Azərbaycan o gücü özündə topladı, həm hərbi, həm siyasi, həm iqtisadi gücü özündə topladı və Azərbaycan torpaqları işğaldan azad olundu. Bu, belə deyək də, biz müsəlman olmağımız, türk olmağımız və karbonhidrat ehtiyatlarına malik olmağımız əslində xristiyan dünyası üçün hər üçü qəbul olunan hal deyil və belə deyim, bu bir siyasi mesaj kimi səslənməsin. Bilirsiniz ki, xristiyan dünyasında bu kilsələr var da, pravoslavların, katoliklərin kilsələri var. Bunlar da iki yerə bölünüblər, amma bir də erməni kilsəsi var. Və bu erməni kilsəsi, ümumiyyətlə dünyada bu kilsələr əsas siyasəti, xristiyan dünyasının siyasətini idarə edir və bir də erməni kilsəsi var. Yəni bunlar erməni kilsəsinə bir yavrum deyirlər, yəni kiçiyimiz deyirlər belə. Yəni bu siyasi, belə deyim, gərginlik halında və Ermənistana bu qədər dəstək halında yəni Azərbaycan xalqı Ali Baş Komandan başda olmaqla dəmir yumruq
Azərbaycan torpaqlarını xristiyan dünyasının əlindən almış oldu. Və biraz önce də qeyd etdiyim kimi, bu asan başa gəlmədi. Bu şəhidlərimizin canı, qazilərimizin qanı və analarımızın, bacılarımızın göz yaşları hesabına başa gəldi. Və biz gənclik, siz gənclik bu müstəqilliyi, bu bərqərar olunmuş, belə deyim, suverenliyi qorumalıyıq, qoruyub saxlamalıyıq. Və təbii ki, biz bugün bayram əhval-ruhiyyəsindəyik, amma bundan çox qısa bir müddət öncə, 12-13 gün bundan öncə biz bu səhnədə göz yaşları dökürdük. Çünki 27 sentyabrda İkinci Qarabağ müharibəsinin başlanmasıyla bağlı bir faciəni qeyd edirdik ki, burada nə qədər şəhidlərimiz oldu, nə qədər qazilərimiz oldu, neçə anaların göz yaşları oldu, neçə bacılar qardaşsız qaldı, neçə xanımlar həyat yoldaşsız qaldı. Yəni bunlar hamısı tarixdir, amma heç biri unudulmamalı olan tarixdir. Nə qədər ki biz unudacağıq, bir o qədər 1905-7-ci ildə başımıza gələn hadisələr olacaq, unudacağımız halda 18-ci ildə başımıza gələnlər olacaq, 48-ci ildə başımıza gələn olacaq, 88-ci ildə başımıza gələnlər olacaq. Çünki bu bizim unutqanlığımızdan irəli gəlir. Artıq bugün, belə deyim də, unutqanlıq hissləri getdikcə daha da böyüyür. Və mən əminəm ki, biz gənclik bu tip belə görüşləri, belə tədbirləri daha çox təşkil etməklə biz gəncliyin heç olmasa yaddaşından bunu çıxartmamalıyıq. Mən, üzr istəyirəm, özüm də o torpaqlardanım, mənim nənəmin bir sözü var idi, deyirdi ki, erməni 100 ildə bir qan görməlidir. Azərbaycan ordusu başda dəmir yumruq olmaqla 100 illik qanı ermənilərə göstərdik. Amma qarant deyil ki, biz 100 il daha rahat yaşayacağıq. Bu, o vaxt qarant olacaq ki, biz gənclik, siz gənclik və belə deyim, biz Azərbaycan xalqı olaraq bu günləri unutmayacaq. Necə ki unutmayacaq, bir o qədər dəmir yumruq yerində olacaq, bir o qədər güc yerində olacaq və Azərbaycan xalqı, Azərbaycan insanı gələcəyə inamla baxacaq və bu müstəqillik əbədi olaraq yaşayacaq. Və bir Allah bizə heç vaxt müstəqilliyin bərpası gününü göstərməsin. Elə həmişə 1918-ci ildə ilk dəfə qazandığımız müstəqilliyimizi həmişə qeyd edək. Bayramımız mübarək olsun. Sağ olun. Dəyərli fikirləriniz üçün sizə təşəkkür edirik, Qabil müəllim. Bayram tədbirimiz sizə davam edir. Mənim Azərbaycanım ifa edir Odlar Yolu Universitetinin Turizm İşinin Təşkili ixtisasının 1-ci kurs tələbəsi Nihat Xəlilov.
tələbəsi Fidan Məmmədzadə. Filologiya ixtisasının tələbələri Aliyə Zamanlı və Aygün Marifli. Azərbaycan, adın oddur, özün işıq, sözün işıq. Biz də sənin bu müqəddəs torpağından boyatmışıq. Sən bizim bu dünyada məsləyimiz, amalımız, yolumuza işıq satsın, ulduzumuz, hilalımız. Nəfəsimiz ulu qorxud, dədəmizin öz nəfəsi. Mahnımızda yaşar bizim babaların addım səsi. Bu torpaqda, bu diyarda dünən varıq, bugün varıq. Biz keçmişə inandıqca gələcək addımlarıq. Vətən bizsiz keçinər, biz vətənsiz keçinmərik. Bu məramla boyatmışıq, çəngibillər üstündə biz. Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız. Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız. Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq. Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq. Könlümüzdə bir vahiddir güneyimiz, güzeyimiz. Vətən bizim namusumuz, biz vətənik, vətən də biz. Vətən bizim namusumuz, biz vətənik, vətən də biz. Yaşa Azərbaycanım. İfa edirlər 1-ci kurs tələbələri Nihat Xəlilov, İlyaszadə Aysu, Türanə Nəsirova və Onlar Yurdu Kollecinin tələbələri Məlahət Abdurrəhmanova, Səma Rəhimova.
Azərbaycan müstəqil bir dövlətdir. Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvətin müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb bir vəzifədir. Bu sözləri dahi rəhbərimiz Heydər Əliyev söyləmişdir. İnsan üçün azadlıqdan, dövlət üçünsə müstəqillikdən əziz, şirin heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqı yaşayış, müstəqil dövlət uğrunda uzun və mücadilə dolu bir yol keçmiş, keşməkeşli bir həyat yaşamışdır. Dönüb uzaq keçmişimizə baxsaq, tariximizi, ədəbiyyatımızı vərəqləsək, Azərbaycanımızın hələ əsrlər öncə azadlıq yolunda çəkdiyi əzabların, axıtdığı qanların şahidi olarıq. Gəlin o günlərə qayıdıb, keçmiş tariximizə qısa bir nəzər salaq. İlyas Əfəndiyevin Hökümdar və Qızıl Gevstin motivləri əsasında hazırlanmış qısa bir səhnəni sizlərə təqdim edirik. Çıxış edirlər. Təhsildə Sosial-Psixoloji Xidmət İxtisasının 1-ci kurs tələbəsi Zilan İbrahimova, Sosial İş İxtisasının 1-ci kurs tələbəsi Abbasov Nihat, Kompüter Mühəndisliyi İxtisasının tələbəsi Əliyev Sərdar. Mən indi sənə necə deyim ki, mən onu artıq sevə bilmərəm. Ey böyük yaradan, ey böyük yaradan. Əgər belə olacaqsa, sən nə üçün o gidin məhəbbətini mənim ürəyimə hakim etirdin? Vətən məni köməyə çağırır. Mən onun evladıyam. Əgər mən onu çalışına mən eləməsəm, cəhənnəmə malik, bədnam bir məxluq olaram. Ey böyük Allah, ey böyük Allah, sən mənim bu çətin imtihandan mən çıxmağıma kömək elə. Yoxsa da yox, mən artıq səni sevə bilmərəm. Bir Allah bilirdi ki, mən sənin məhəbbətindən özümü necə xoşbəxt sanırdım. Necə xoşbəxt xəyallara qalırdım. Səday, sən igidsən, güclüsən, dözəcəksən. Ancaq mənə o qürbətdə, səndən, o cənnət Qarabağdan həmişəlik ayrı düşmək mənim üçün çox çətin olacaq, Saday, çox çətin olacaq. Saday, Saday, Rus padşahı Yekaterina, Qafqazı, eləcə də Azərbaycanı islah etmək, Osmanlı ordusunun yolunu kəsmək istədiyini artıq gizlətmir, Saday. Atam, İbrahim Xan'ın gücü ordusu yoxdur sana. Beyim, əgər xanlıqlar atanız İbrahim Xan'ın sözünü dinləyib, vaxtında birləşib vahid bir Azərbaycan yaratacaqdılar. İndi bizim cüssür bir ordumuz var idi. Saday, sənin sözlərin həqiqətdir. Ancaq bu barədə açmaq üçün artıq çox gecdir. Saday, yəqin ki, sən mən nə demək istədiyimi başa düşürsən. Mən səni başa düşürəm, beyim. Vətənsiz məhəbbət neyinə gərəkdir? Biz öz azadlığımızı itirmək istəmirik. Bu böyük Allah hər kimin qoluna qüvvət versin. Beyim, əgər mənim 7 canım olsaydı, 7'sini də vətənimizin yolunu qurban verərdi. Amma məhəbbətimdən keçməzdi. Keçməzdi. Saday, yox Saday, getmə. Aman Allah'ım,
səni Araz qıratında təntənə ilə qarşılayacaq. Kanaka, mən Gəncə şəhərində həvəs olmuş şəhidlərin məzarını ziyarətə gəlmişəm. Onların yazısında mənə təntənə lazım deyil. Cavad xan mənim məsləhətlərimə qulaq asmadı. Başqa yolu yox idi, başqa yolu yox idi. Başqa yol var idi ata, var idi. Əgər siz və sizin tabinizdə ortaqlar birləşsəydik. Onlar birləşmək istəmirdilər. Kanaka, cəsarət edirəm soruşmağa. Əgər siz Fətəli xanla birləşməyəcəkdinizsə, onda mənim məhəbbətimi nə üçün onunla izdivaca qurban verirdiniz? Mən belə zənn edirəm ki, bu izdivac sənin üçün uğursuz olmayıb. İndi İran hökümdarının ərəbini bütün dünya tanıyır. Bəlkə də doğrudur. Ata, bəlkə də sizin dedikləriniz doğrudur. Ancaq mən vətənimin talihinin bununla bağlı olduğuna inanmasaydım, məhəbbətimi 100 belə şəhzadəliyə dəyişməzdim. Ata, siz məni inandırmışdınız ata! Gündə 100 də etməli qızım. Siyasət gündə 100 dəfə istiqamət dəyişən küləyə bənzəyir. Ata, ancaq mən Cavad xan kimi xalq qəhrəmandı. Yenilməz Azərbaycan igidlərini, qadınları, körpə uşaqları top atəşlə tutan Rus generali görüşməyi Azərbaycana vəhşətli bir xəyanət hesab edirəm. Allahım, vətənim buna necə dönsün, necə? Sus! Gələcək nəsillər. Sus! Sizin bu xəyanətinizə görə siz xanlara lənətlər oxuyacaq. Siz Azərbaycan xalqının üzünə baxa bilməyəcəksiniz. Siz Azərbaycan səviyyəsində qüdrətli bir hökümdar idiniz. Siz gizli bir ordu yığa bilər, bütün Azərbaycan xalqını ayağa qaldırə bilərdiniz. Ancaq siz bunu etmədiniz. Siz ölkənin müxtəlif yerlərinə səpələnmiş, rəzil, qorxaq bir tayfa olan ermənilərə Azərbaycanın ən gözəl torpaqlarını hədiyyə verdiniz. Gələcək nəsillər siz xanlara lənətlər oxuyacaq. Lənətlər! Ayətdir. İşte bu. Mən doğrudan da Azərbaycan xalqını lənət etmişəm. Qızım, nə ağla mən ittiham edir? Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş, müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir. Bunun nəticəsində insanlarımız rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur. 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük vətən müharibəsində işğaldan azad olundu. Bütün dünya müzəffər ali baş komandan, rəşadətli ordu və iradəli xalq birliyinə heyran qaldı. Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin həmişə yaşarlığına imza atdı. Bugün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik. Müstəqil Azərbaycan. Çıxış edirlər Təhsil və Sosial-Psixoloji Xidmət ixtisasının tələbəsi Həmayıl Qısazadə. Odlar Yurdu Kollecinin tələbələri Lətifə İskəndərova, Firuzə Rüstəmzadə və birinci kurslardan ibarət xor kollektivi.
məqamındır. Bugün səni Azərbaycan. Xoşbəxt gülər məqamındır. Bugün səni Azərbaycan. Bugün sərbəst bir ölkəsən. Qonşulardan sən öndəsən. Uğruna böyük əhsən. Paçdır dilin, Azərbaycan. Dünyaya səs salıb adım, şərəf ilə sən ucaldın. Dirəyindir hər övladım, ucal, mətin Azərbaycan. Günü gündən ucalırsan, ucalıqdan öc alırsan. Qəlbim demir qocalırsan. Yeni, dərin Azərbaycan. Neftin qazın bir məlhəmdir. Düşmənlərə min ələmdir. Dostlarına çox kələmdir. Sədaqətin Azərbaycan. Sədaqətin Azərbaycan. Biz artık bir dünyaya söz etmişik ki, müstakil hayat yaşayabiliriz, uğurla yaşayabiliriz. Biz yolda gideceğiz, müstakil siyaset aparacağız, halkın iradesi esasında ileriye gideceğiz. Beləliklə,
müstəqilik, biz sərbəstlik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Əziz həmvətənlər, indi isə birinci kurslar arasında 18 oktyabr müstəqillik gününə həsr olunmuş 10 nominasiya üzrə keçirilən istedad soraqlı müsabiqəsinin qaliblərini mükafatlandırma mərasiminə başlayırıq. Natiqlik və diktorluq nominasiyası üzrə qalibləri tərtib etmək üçün səhnəyə dəvət olunur. Təbiət və Texnologiya Fakültəsinin dekanı Dosent Sevinç xanım Məhərrəmova. Beləliklə, Natiqlik nominasiyası üzrə birinci yerlər tərtib olunurlar. Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi Həsənova Afaq. Məktəbəqədər təhsil ixtisasının tələbəsi Allahverdiyeva Fidan. İkinci yerlə tərtib olunurlar. Xarici dil müəllimliyi ixtisasının tələbəsi Allahverdiyeva Tevri. Turizm işinin təşkili ixtisasının tələbəsi Qasımova Dilşad. Üçüncü yerlə tərtib olunurlar. Sosial iş ixtisasının tələbəsi Nəbizadə Ayan. Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi Dağızadə Aysun. Aktyorluq nominasiyası üzrə birinci yerlə tərtib olunurlar. Aktyorluq nominasiyası üzrə birinci yerlə tərtib olunurlar. Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi İbrahimova Zilah. Odlar Yurdu Kollecinin Bələdiyyə İşi ixtisasının tələbəsi Xatunzadə Sinizə. Odlar Yurdu Kollecinin Dizayn ixtisasının tələbəsi Məmmədova Elnarə. Sosial iş ixtisasının tələbəsi Abbasov Nihar. İkinci yerlə tərtib olunurlar. Dizayn ixtisasının tələbəsi Ümmətova Fatimə. Odlar Yurdu Kollecinin Dizayn ixtisasının tələbəsi Liyeva Fidan. Üçüncü yerlə tərtib olunurlar. Psixologiya ixtisasının tələbəsi Qasımova Rüqəyya. Odlar Yurdu Kollecinin Dizayn ixtisasının tələbəsi Mirzəyeva Ağcan. Kompüter mühəndisliyi ixtisasının tələbəsi Əliyev Sərdar. Humanitar Təhsil və Dinlər Fakültəsinin dekanı Dosent Nuridə xanım Muxtarzadə səhnəyə dəvət edilir. Aparıcılıq nominasiyası üzrə birinci yerlər tərtib olunurlar. Odlar Yurdu Kollecinin Bələdiyyə İşi ixtisasının tələbəsi Xatınzadə Simuzə.
Psixoloji Xidmət İxtisasının tələbəsi Şüriyev Adil. İkinci yerlə təlif olunurlar. Onlar təhsildə Sosial Psixoloji Xidmət İxtisasının tələbəsi Babayeva Zeynəb. Üçüncü yerlə təlif olunur. Ekologiya İxtisasının tələbəsi Abdulzadə Fatimə. Bədii qiraət nominasiyası üzrə birinci yerlə təlif olunur. Onlar Yurdu Kollecinin Bələdiyyə İşi İxtisasının tələbəsi İskəndərova Lətifə. Marketinq İxtisasının tələbəsi Abuşova Bəyaz. İkinci yerlə təlif olunurlar. Təhsildə Sosial Psixoloji Xidmət İxtisasının tələbəsi İsazadə Həmayev. Filologiya İxtisasının tələbəsi Zamanlı Aliyə. Üçüncü yerlə təlif olunurlar. Xarici Dil Müəllimliyi İxtisasının tələbəsi Məmmədzadə Vida. Filologiya İxtisasının tələbəsi Maarifli Aygül. Onlar Yurdu Kollecinin kompüter şəbəkəsi avadlandıqlarının təmiri və servisi ixtisasının tələbəsi Firuzə Rüstəmzadə. Növbəti fərqli fərmanları təklif etmək üçün səhnəyə dəvət olunur İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanı Professor Əli Əlirzayev. Ən yaxşı şeir yazarı nominasiyası üzrə birinci yerlə təlif olunur. Turizm işinin təşkili ixtisasının tələbəsi İsayev Eyyub. İkinci yerlə təlif olunur. Odlar Yurdu Kollecinin kompüter şəbəkəsi avadlandıqlarının təmiri və servis ixtisasının tələbəsi Məmşzadə İsmail. Üçüncü yerlə təlif olunur. Təhsildə Sosial Psixoloji Xidmət İxtisasının tələbəsi Şiriyev Adil. Solo ifa nominasiyası üzrə birinci yerlə təlif olunur. Turizm işinin təşkili ixtisasının tələbəsi Xəlilov Nihat. İkinci yerlə təlif olunurlar. Onlar Yurdu Kollecinin kompüter sistemlərinin təmiri və servis ixtisasının tələbəsi Abdurrahmanova Məlahət. Onlar Yurdu Kollecinin bank işi ixtisasının tələbəsi Rəhimova Səma. Üçüncü yerlə təlif olunurlar. Filologiya ixtisasının tələbəsi İlyaszadə Aysu. Turizm işinin təşkili ixtisasının tələbəsi Nəsirova Türanə. Musiqi alətlərində ifa nominasiyası üzrə birinci yerlə təlif olunurlar. Dizayn ixtisasının tələbəsi Nəcəfova Mələk. İnformasiya texnologiyaları ixtisasının tələbəsi Qurbanov Əli. İkinci yerlə təlif olunur. Filologiya ixtisasının tələbəsi Mehdi Ayşə. Üçüncü yerlə təlif olunurlar. Dizayn ixtisasının tələbəsi Balayeva Fatimə. Ekologiya ixtisasının tələbəsi Qurbanlı Mədinə.
Növbəti fərqli fərmanları tətbiq etmək üçün İngilis dilində tədrisin təşkili fakültəsinin dekanı Aydın Əliyev səhnəyə dəvət. Milli rəqs nominasiyası üzrə birinci ilə tədbiq olunurlar. İqtisadiyyat ixtisasının tələbəsi Məmmədova Fakimə. Odlar Yurdu Kollecinin kompüter şəbəkəsi avadanlıqlarının təmir və servis ixtisasının tələbəsi Ələsgərova Dilarə. İkinci ilə tədbiq olunurlar. Turizm işinin təşkili ixtisasının tələbəsi Qasımova Dilşad. Filologiya ixtisasının tələbəsi Əhmədova Fatimə. Üçüncü yerlə tədbiq olunur. Odlar Yurdu Kollecinin bank işi ixtisasının tələbəsi Şirinova Arzu. Xarici rəqs nominasiyası üzrə birinci yerlə tədbiq olunur. Odlar Yurdu Kollecinin bank işi ixtisasının tələbəsi Mehdiyeva Elena. İkinci yerlə tədbiq olunur. Psixologiya ixtisasının tələbəsi Əhmədova Sədaqət. Ən yaxşı rəsm nominasiyası üzrə birinci yerlə tədbiq olunurlar. Odlar Yurdu Kollecinin dizayn ixtisasının tələbəsi Məmmədova Elnarə və marketing ixtisasının tələbəsi Qarqari Aysun. İkinci yerlə tədbiq olunurlar. Dizayn ixtisasının tələbəsi Məhərrəmli Gülarə. Dizayn ixtisasının tələbəsi Həsənova Aysu. Üçüncü yerlə tədbiq olunurlar. Odlar Yurdu Kollecinin dizayn ixtisasının tələbələri Camalova Bilgeys və Allahverdiyeva Xədicə. Bununla da tədbiq olunma mərasimimiz sona çatdı. Müsabiqələrdə qalib gələn bütün birinci kurslarınızı təbrik edirik və qalib gəlməyənlərə isə deyirik ki, ümidinizi heç bir zaman üzməyin. Sizin bu müsabiqədə qalib gəlməyiniz heç də istedadsız olduğunuz anlamına gəlmir. Özünüz də bilirsiniz ki, sadəcə yerlərin sayı məhdud idi. Əziz tədbir iştirakçıları, tədbirimizin sonunda bir daha hər birinizi bugün Azərbaycan müstəqilliyin bərpası günü münasibətilə təbrik edirik. Bəli, bugün biz həm müstəqil, həm də azad bir dövlətik. Bugün xalqımız kimi, dövlətimiz kimi torpaqlarımız da azaddır. Daxili yerimizin yolunu layiqincə davam etdirərək, torpaqlarımızın azad olması uğrunda gecəsinin gündüzünə qatan dövlət rəhbərimiz İlham Əliyevin sayəsində bugün biz həm də qürurlu bir dövlətik. Bizə bu qüruru, bu xoşbəxtliyi yaşatdığı üçün ona dair minnətlər olacaq. Bununla da müstəqilliyimiz əbədidir adlı tədbirimiz sona çatdı. Sağ olun, sağ olun.